Salam uşaqlar, hər vaxtınız xeyir. Bugünkü mövzumuz ümumiləşdirici tapşırıqlardır. Suallarımızla tanış olaq. Birinci sualda deyir: paralel iki düz xətlə kəsən arasındakı bucaqlar verilib. Digərlərindən fərqli olan bucaq cütünü qeyd et, nə ilə fərqləndiyini izah et. Deməli, yazır ki, 1 ilə 7. Baxırıq 1 ilə 7. 1 ilə 7 biz buradan görürük ki, xarici çarpazdır. 1 ilə 7'ye yazırıq xarici çarpaz. Xarici çarpaz. 3 ilə 4'ə baxırıq. 3 ilə 4 qonşu bucaqlardır. 3 ilə 4 qonşudur. Elə üzərindən qeyd edirəm. 2 ilə 8 də xarici çarpazdır. Deməli, fərqli olan hansıdır? Qonşu. Bu doğrudur, bu doğrudur, bu isə səhvdir. Yəni burada var xarici çarpaz, var qonşu bucaq. Keçdik ikincisinə. 2 ilə 6. 2 ilə 6 uyğun bucaqdır. 3 ilə 7 uyğun bucaqdır. 4 ilə 5 daxili bir tərəflidir. Deməli, bu səhvdir. Bunlar ikisi doğrudur. Yenə yazaq uyğun, daxili bir tərəfli. 3 ilə 5 daxili çarpaz. Baxırıq 2 ilə 7 xarici bir tərəfli. 1 ilə 8 xarici bir tərəfli. Deməli, bunlar doğru, bunlar səhv. Əslində, yəni eyni olanları biz qeyd edirik də. Deməli, var daxili çarpaz və xarici bir tərəfli. İkinci sualda A və B-ni tapmaq soruşur. Gəlin birinci A-nı tapaq. Misalın buradan yazaq. Deməli, A-nı tapmaq üçün biz bilirik ki, daxili bucaqların cəmi 180 dərəcəyə bərabərdir. Təkcə A-nı tapaq, sonra yerinə qoyub B-ni uyğun olaraq taparıq. Deməli, A üstəgələk 28, üstəgələk 80, üstəgələk 57 bərabərdir 180-ə. Bunu hesabladığımız zaman A bərabərdir 15-ə. Yəni, A-mız 15-dir. İndi B-ni tapmaq üçün 15 üstəgələk 57 üstəgələk B bərabərdir 180-ə. Buradan da B bərabərdir 108-ə. B də olur 108 dərəcə. Bu şəkildə digərində 90 üstəgələk 54 üstəgələk A üstə 20 bərabərdir 180. Buradan A-nı tapdığımız zaman edir 16. A-ya yazırıq 16. B-ni tapdığımız zaman 90 üstəgələk 20 üstəgələk B bərabərdir 180. Çünki bu 90 dərəcədir. B də edir 70 dərəcə. Burada qeyd edirik ki, 70 dərəcədir. Üçüncüsündə, deməli, bunlar bərabər yanı olduğu üçün, deməli, burada 74 dərəcədir. Yazırıq ki, 74 üstəgələk 74 üstəgələk B bərabərdir 180. Buradan B bərabərdir 32-yə. B-ni tapdıq ki, 32-dir. A-nı isə A üstəgələk 28 bərabərdir 74-ə. A da bərabərdir 46-ya. Üçüncü sualımız. Deyir ki, CD parçası ABC üçbucağının tən bölənidir. D-yi paraleldir AC olarsa ABC üçbucağı neçə dərəcədir? Deməli, biz buradan bilirik ki, DY ilə AC paralel olduğuna görə DCA da 55 dərəcədir. Bura 55-dirsə, deməli, bizim bu həmin BCA dərəcəmiz, yəni bu hissənin hamısı 110 dərəcə olub. O zaman biz yazırıq ki, 110 üstəgələk 40 üstəgələk A bərabərdir 180-ə. Buradan 150 üstəgələk A bərabərdir 180. A da bərabərdir 30 dərəcəyə. Tapdıq ki, 30 dərəcəymiş. Yəni, ABC üçbucağı 30 dərəcəymiş bu hissəmiz. Dördüncü sualımız. Deyir ki, ABD bucağı
BAD bucağından 10 dərəcə böyükdür. BCA bucağı ABD bucağından 20 dərəcə kiçikdir. 20% daha doğrusu kiçikdir. BCD və DBC bucaqları neçə dərəcədir? Bizdə deyir ki, ABD bucağı BAD bucağından 10 dərəcə böyükdür. Çalışacağım ki, hamısını burada elə üstündə qeyd eləyək. Deməli, bizim ABD-miz, biri də var BAD. Bilmirik nə qədərdir. Deyir ki, ABD BAD-dən 10 dərəcə böyükdür. Yazdıq ki, 10 dərəcə böyükdür. Sonra bizə deyir ki, indi baxın, indi göstərək harada. ABD, ABD, BAD-dən 10 dərəcə böyükdür. Yəni, 90 dərəcədir də burada onsuz da. Bu şəkildə. Yazırıq ki, misalımızı. X üstə gələk x üstə 10 üstə gələk 90 bərabərdir 180-ə. Buradan biz x-i birbaşa tapdığımız zaman edir 40. Yəni özüm cavabını yazıram ki, yerimiz çox olsun. Bunu 40 tapdıq. Sonra deyir ki, həmin bu BCA bucağı ABD bucağından, ABD nə qədər idi? X plus 10-dan 20% kiçikdir. Biz bilirik ki, 20% kiçik olmaq o deməkdir ki, 100 çıxılsın 20, yəni 80% deməkdir. Yəni biz bu ABD-nin 80%-ni tapırıq. Yəni ədədin faizini tapırıq. Ədədin faizini tapmaq üçün ədədi faizə vurub 100-ə bölmək lazımdır. Bunu da hesabladığımız zaman olur ki, x üstə gələk 10 vurulsun 0,8-ə. Bizsə BCD və DBC bucaqlarını soruşurdu. Yazırıq ki, bucaq BCD bərabərdir x üstə gələk 10 vurulsun 0,8 bərabərdir 40 üstə gələk 10 vurulsun 0,8. O da elə bərabərdir 40-a. Bunu yazdıq. Sonra deyir ki, DBC. O da bərabərdir y üstə gələk 40 üstə gələk 90 digər tərəfə çünki tapmalıyıq. Bu da eləyir y bərabərdir 50 dərəcə. Deməli, biri 40 dərəcə oldu, biri də 50 dərəcə oldu. 5-ci. Figurdakı konqruent üçbucaqları müəyyən et və uyğun üçbucaqların adlarını boş xanaya yaz. Hansı təkliflər əsaslandıraq? İstifadə etməkdə təklifləri əsaslandırır. Deyir ki, AD CD-yə bərabərdir. AD CD-yə bərabərdir. Median olduğuna görə. Yazırıq median olduğuna görə. Deyir ki, BD elə BD-yə bərabərdir. Nəyə görə? Çünki BD ortaq tərəfdir. ADB, ADB, CDB-yə bərabərdir. Burada BD hündürlük olduğuna görə hər ikisi düz bucaqdır. Hündürlük olduğuna görə düz bucaqdır. Sonra deyir ki, hansı tərəflər bir-birinə bərabərdir. Yazırıq ki, üçbucaq ABD CBD-yə bərabərdir. Bu buradan da yazaq. Tərəf, bucaq, tərəf əlamətinə görə 2 dənə tərəf, bir dənə bucaq. B bəndində BAC DAC-yə. Deyir ki, BAC bu birinci BAC-DAC-da AB paraleldir CD-yə. Ona görə bunlar daxili çarpazdır. Daxili çarpaz. İkinci DAC-BCA-da isə AD paraleldir BC-yə. Bu da daxili çarpazdır. Paralellik əlamətimizlə görə. AC, AC-yə yenə bərabərdir. AC ortaq tərəf olduğuna görə bu da olur ABC, CDA-ya bərabərdir. Bu da bucaq tərəf, bucaq. Fikir verirsəz, 2 dənə bucaqdan ibarətdir. Bərabər tərəfli ABC üçbucağında AB oturacağına çəkilmiş hündürlüyün yan tərəfə çəkilmiş hündürlüyə konqruent olduğunu tərəf bucaq tərəf əlamətini istifadə etməklə əsaslandır. Qiymətləri də özüm vermişəm ki, sizə daha da aydın olsun. Deməli, CD-BF, CD-BF, CD ilə BF bir-birinə bərabər olduğuna görə bərabər tərəfli üçbucaqdır.
beraber tərəfli. ADS, ADS, CFB. Bunlar da düzbucaqdır. Gördüğünüz kimi. ASD, ASD, CBF, CBF. Burada ABC bərabər tərəfli olduğuna görə bütün bucaqları 60 dərəcədir. Ona görə də ASD 30 dərəcə olur. Buradan yazaq ASD 30 dərəcə, CBF də 30 dərəcə. Sonra dördüncüsündə biz özümüz yazırıq ki, hansılar bir-birinə konkurentdir. AC ilə CB, AC ilə CB bir-birinə konkurent olduğuna görə, yəni bərabər tərəfli üç bucağın tərəfləri bərabərdir. Bu da bucaq, tərəf, bucaq əlamətinə görə. AD, CF isə konkurent üç bucaqların uyğun tərəfləridir. AD, CF. Sanki bu iç-içə birləşdirilmiş üç bucaqlar kimidir. Düz bucaqlı üç bucaq kimi. Ona görə kongruentlik əlamətinə görə, daha doğrusu kongruent üç bucaqların uyğun tərəfləridir. 7-ci misalda. Deyir ki, tərəfləri verilən uzunluqda olan üçbucaq qurmaq olarsa, qurmaq olması işarələri ilə qeyd et və əsaslandır, üçbucağı qur. Deyir ki, yan tərəfi 3 cm, oturacağı bundan 2 dəfə böyük olan bərabər yanlı üçbucaq. Deyir ki, bu şəkildə quraq. Deyir ki, yan tərəfi 3 cm-dir. Burada 3-dürsə, deməli burada 3-dür. Oturacağı isə bundan 2 dəfə böyükdür. Deməli 3-ü 2-yə vururuq, alırıq 6-nı. Bərabər yanlı üçbucaq olduğuna yenə dediyim kimi yan tərəfləri 3 verdi. Gəlin baxaq görə bundan üçbucaq qurmaq olarmı, yoxsa olmazmı? Üçbucaq qurmaq əlamətimiz nə idi? Ən böyük tərəf 2 dənə digər tərəfin cəmindən kiçik olmalı idi. Burada isə 6 kiçikdir 6 yazılır. Xeyr, yəni 6 bərabərdir 6 olmalıdır. Buna görə burada qurmaq olmaz. Qurmaq olmaz. Yəni göstərdim ki, nəyə görə də əsaslandırmağımızda burada özüm qeyd elədim ki, yəni bunlar tərəflər bir-birinə bərabərdir deyə qurmaq olmaz. B-də nə deyir? Deyir ki, yan tərəflərindən biri digərindən yenə üçbucaq bərabər, yəni üçbucaq. Buranı bir x götürək oturacağımızı. Biri digərindən deyir 1,5 dəfə böyükdür. Buranı 1,5x götürürəmsə, deməli buranı da 1,5x götürməliyəm. Perimetrdə 8-ə bərabər. Yəni 1,5x üstə 1,5x üstə x bərabərdir 8-ə. Buradan biz x-i tapdığımız zaman edir 2. Sonra olan bərabər yanlı üçbucaq. Gətirək x-in yerinə qoy. 1,5x bərabər 1,5-i 2-yə vurduğumuz zaman edəcək 3. Bizim üçbucağımızın tərəfləri olacaq 3, 3, 2. İndi baxaq, böyük tərəf kiçik olmalıdır digər iki tərəfin cəmindən. 3 kiçikdir 5-dən. Bəli, 3 5-dən kiçikdir. Bunu qurmaq olar. Əsaslandırmamızda bu 3, 2, 3. 3'ə əsasəndir. Yəni hamısını burada yazmır. Burada sözün uzun-uzadı yazmağa ehtiyac yoxdur. KLM üçbucağı oturacağı KM olan bərabər yanlı üçbucaqdır. Oturacağı KM olan bərabər yanlı üçbucaqdırsa, bu KL 2x üstə gələ 5-dirsə, deməli LM də 2x üstə gələ 5-dir. Bunu yazdıq. Yan tərəflərinin cəmi 26 cm-dir. Uyğun tərəflərinin uzunluğunu və üçbucağın perimetrini tapıb boş xanalara yaz. Deyir ki, yan tərəflərinin cəmi 26-dır. Yəni 2x üstə gələk 5 üstə gələk 2x üstə gələk 5 bərabərdir 26-ya. Buradan x-i biz hesabladığımız zaman bərabərdir 4 yazırıq. X-i tapdıq ki 4-dür. Sonra bizə üçbucağın tərəflərində soruşur. Ümumi perimetrini tapacaq. Gəl birinci LM-i tapaq. LM nə qədərdir? 2x üstə gələk 5-dir. Yəni 2 vurulsun 4 üstə gələk 5. 4 2 8, 8-in üstünə 5 gəldiyimiz zaman edəcək 13. Bu belə. LM deməli 13 cm oldu. KM soruşur məndən. KM
bərabərdir 6x çıxılsın 8. 6-nı vur 4-ə, çıx 8. 6-nın 4 24, 24-dən 8-ə çıxdığımız zaman 16. Burada etdi 16. Ümumi perimetri soruşduğuna görə mən perimetrim KL üstə gələk LM üstə gələk KM bərabərdir. KL-imiz nə qədərdir? Onsuz da LM-lə bərabərdir deyə 13 üstə gələk 13 üstə gələk 16. Bu da bərabərdir 42. Deməli perimetrimizdə oldu 42 santimetr. BD medianı üçbucağın perimetrine uyğun olaraq 18 cm və 16 cm-dir. Yəni ABD 18-dir, BDC də 16-dır. Üçbucaqlarına ayır. ABC üçbucağın perimetri neçə santimetr? Hər birini ayrı-ayrılıqda tapaq. Onsa bu BD medianından da yola gedib tapmaq olar. Sadəcə sizə daha aydın göstərmək üçün ayrı-ayrılıqda yazıram. Gəlin birinci biz yazaq BDC-ni. Bax, BDC, yəni bu üçbucaqdan söhbət gedir. Mən bu üçbucağın perimetrini bilirəm. Yəni 5 üstə gələk 6 üstə gələk x, çünki buranı bilmirəm axı, bərabərdir 16-ya. 11 üstə gələk x bərabərdir 16, x bərabərdir 5-ə. Bura oldu deməli 5. İndi biz digər tərəfi ABD-ni tapırıq. ABD-ni. Bura onsuz da median olduğuna görə mən buranı 5 tapmışamsa, deməli burada 5 olmalıdır. Mən indi AB tərəfini tapmalıyam. AB tərəfini tapanda 5 üstə gələk 5 üstə gələk x bərabərdir 18-ə. Buradan da 10 üstə gələk x bərabər 18, x bərabərdir 8-ə. Bu hissəndə tapdıq ki 8-dir. İndi məndən ABC üçbucağının perimetrini soruşur. Yəni AB üstə gələk BC üstə gələk AC bərabərdir. AB-miz 8-dir, BC-miz 6-dır. AC-miz isə bura 5, bura 5, 10-dur. Yəni 16-nın üstünə deməli 8-i gəldiyimiz zaman edəcək 24. 10-cu sualımız. Nə deyir? Anar tanqramın hissələrinə təyyarə düzəltdi. AB və CD parçaları O nöqtəsində kəsişir. Ümid edirəm ki, sizdə kitab var və buradan görə bilərsiniz. Tam aydın düşməsə də. Mən burada deyəcəm, burada 3x üstə gələk 15 yazılıb, burada 2x üstə gələk 25 yazılıb, bu ortada düz bucaq verilib. Bizdən AOD bucağı neçə dərəcədir, onu soruşur AOD-ni. Yəni AOD-ni. Bax, bu hissəni bizdən soruşur. Yazaq. Həmən bunlar qonşu bucaqlardır. Fikir verirsiniz, qonşu bucaqlardır və bax, bu açıq bucaqdır. Biz demişik axı, açıq bucağın dərəcə özü 180 dərəcədir. Yəni biz yazırıq ki, bu hissədən yazım. 2x üstə gələk 25, üstə gələk 3x 15, üstə gələk 90 bərabərdir 180. Buradan biz x-i tapdıq ki 10-dur. X-i tapdıq ki 10-dur. İndi məndən AOD-ni soruşduğuna görə necə yazırıq? AOD, yəni 3x üstə gələk 15-i soruşur məndən. 3x üstə gələk 15 bərabərdir 3 vurulsun 10 üstə 15, o da bərabərdir 45 dərəcə. Buranı tapdıq ki 45 dərəcədir. Burayla işimiz bitdi. İndi deyək ki OB perpendikulyardır CF. OB bura perpendikulyardır CF-ə. Bax, bu hissəyə perpendikulyardır. OB parçasının COF üçbucağının medianı olduğunu əsaslandır. İndi biz birinci buranın da dərəcə ölçüsünü tapaq. 2x üstə gələk 25-dən, bunda 20 üstə gələk 25 bərabərdir 45 dərəcə oldu. Deməli, bura 45 dərəcədir. Bu tərəfdə 90 dərəcə olduğuna görə mən bu yuxarı tərəfi tapmaq üçün 45 üstə gələk 90 üstə gələk x bərabərdir 180. Bu edir 135 180 x bərabərdir 45-ə. Bərabər yanlı düz bucaqlı üçbucaqda, deməli COF bərabər yanlı üçbucaqda. Burada da hündürlük həm median və həm tən böləndir. Bu şəkildə də əsaslandırılır. 11-ci tapşırıqda. Deyir, real üzərində qeyd olunan bucaqlar əsasən BAD üçbucağının dərəcə ölçüsü nə qədərdir? Biz bilirik ki, üçbucağın iki daxili bucağının cəmi
bərabərdir qonşu olmayan xarici bucağımıza. Yəni x üstə gələk 38 üstə gələk 60 bərabərdir 3x-a. Yəni buranın cəmi buna bərabərdir. Bu tənliyi həll elədiyimiz zaman x bərabərdir 49 alınır. Bizdən 3x-i soruşduğuna görə, BAD bucağını soruşduğuna görə 3-ü vururuq 49-a, edir 147. Bu şəkildə yazılır. Sonuncusu 12. Binanın girişindəki pəncərələrin ara kəsmələri arasında bəzi üçbucaqlar qeyd olunub. X, Y neçə dərəcədir? Biz fikir versək buradan bu x-la biz y-i götürdüyümüz zaman baxırıq ki, burada bu x-la bu x bu şəkildə deməli çarpaz olaraq götürülür. Yəni bunlar bir-birinə deməli daxili çarpaz olduğuna görə bir-birinə bərabər oldu. Bura x-dırsa biz görürük ki, bu açıq bucaqdır. Yəni x üstə gələk x üstə 90 bərabərdir 180-ə. Buradan 2x plus 90 bərabər 180-dən x bərabərdir 45-ə. Sonra x üstə gələk y bərabərdir 180-ə. Bu hissəni biz daxili bir tərəfli olduğuna görə bu y-lə bu hissəni götürdüyümüz zaman x ilə y daxili bir tərəflərin cəmi 180 dərəcəyə olduğuna görə 45 üstə gələk y bərabərdir 180, y də bərabərdir 135 dərəcə. Yəni 45 və 135 dərəcə alındı.